Bunu da mən düşünürəm ki, ehtimal üzərində fikirlərimizi səsləndirməliyik. Yəni bu mətbuatda bu məlumat yer alıb ki, kəşfiyyat xidməti orqanları görüşlər keçirib, müzakirələr aparıblar. Məlumdur ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə nümayəndələr müəyyənləşdirilib və bunlar mütəmadi olaraq görüşlər keçirirlər və nəzərə alaq ki, Ermənistanla Türkiyə arasında münasibətlərin korlanması, yəni əlaqələrin kəsilməsi, diplomatik əlaqələrin kəsilməsi məhz Ermənistanın Azərbaycan torpaqlarını işğal etdikdən sonra baş vermişdir və mən düşünürəm ki, Azərbaycanla Ermənistan arasında münasibətləri normallaşdıqdan sonra həqiqi sülh sazişinin, yəni sabit, davamlı bir sülh sazişinin imzalanmasından sonra artıq Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasından da danışmaq mümkündür. Əks halda bu nəinki iki dövlət arasında münasibətlərdə, ümumilikdə region üçün bir effektiv bir razılaşma hesab etmək olmaz. Mən düşünürəm ki, yəni Azərbaycanla münasibətlər tam normallaşdıqdan sonra, iki ölkə sülh sazişi imzalandıqdan sonra artıq gələcəkdə Türkiyə ilə Ermənistan normallaşma prosesindən də danışmaq mümkündür. Hətta ehtimal üzərində yəni danışsaq, belə bir görüş baş tutubsa, belə müzakirələr aparıbsa, sözsüz ki, həmin o müzakirələrin, yəni iki dövlətin, Türkiyə və Ermənistanın normallaşma ilə bağlı nümayəndələrin apardığı danışıqların davamı kimi də hesab etmək olar. Elə dəyərləndirirsiniz, yəni siz bu görüşü də əgər olubsa təbii ki,